Salam, bugün sizlərlə çevrənin ikinci bölməsinə baxacağıq. Mərkəzi bucaq, daxilə çəkilmiş bucaq, toxunanla vətərlər arasında qalan bucaq. Bunun üçün gəlin bucaq qaydalarını təkrarlayaq. Yəni bu. 18-ci qaydadan başlayaq. Mərkəzi bucaq, yəni mərkəzdən keçən bucaq elə qövsün dərəcə ölçüsünə bərabər olur. Baxın görün. Məsələn, həmişə mərkəz nöqtə qeyd edilməlidir. Qövs 40 dərəcədirsə, uşaqlar, mərkəzi bucaq da elə 40 dərəcədir. Yəni, mərkəzi bucaq qövsün dərəcə ölçüsünə bərabər olur. İndi daxili bucaq bəs nədir? Qövsün yarısına bərabərdir. Məsələn, baxın, yenə çevrə çəkilib. Bu dəfə çevrənin üzərindən bir dənə bucaq götürülüb. Çevrənin bir nöqtəsindən bucaq çəkilibsə, buna daxilə çəkilmiş bucaq deyilir. Bu mərkəzdədir deyə mərkəzi bucaq, bu daxildədir deyə daxili bucaq. Qövs 40-dırsa, uşaqlar, daxilə çəkilmiş bucaq yarısı olur. 40-ın yarısı neçədir? 20. Görürsünüzmü? Həmişə heç vaxt bucaq qövsü keçə bilməz. Bucaq qövsdən böyük ola bilməz. Böyük olmaz. Heç bir halda bucaq böyük olmaz. Yəni, həmişə qövs böyük ola bilər. Ya böyük olar, ya da bərabər olar. Yəni, qövs daha böyük olur, işıqlandırılan yer daha böyük olur, bucaq kiçik olur. Bəs diametr veriləndə bununla bağlı nə qayda var? Uşaqlar, bütün çevrədə ixtiyari diametr verilibsə, diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. Yaxşımı? Yəni, imtahanda, testdə belə diametr görürsünüzsə, orada nə edəsiniz? Düz bucaqlı 3 bucaq yaradacaqsınız. Çünki diametrə söykənən bucaq neçədir? 90 dərəcədir. Diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. Birinci qaydanı dedik. İkinci qayda. İkinci qaydanı belə əzbər üstündə yox, gəlin bir şey üstə göstərək. Məsələn, belə bir çevrə verilib. Belə bir vətərlər verilib. Verilib ki, bu bucaq 60-dır, olsun 60 yox, 120. Bu bucaq 120-dir, buranı tapın deyir. Uşaqlar, cəmi ümumiyyətlə bu 3 növ bucaq var. Mərkəzi bucaq, daxili bucaq, bir də diametrin söykənən bucaq. Cəmi 3 dənə bucaq verir, başqa bucaq yoxdur. İndi gəlin görün, bu 120 dərəcəli bucaq necədir? Daxilə çəkilmiş bucaqda, baxın, ən daxildə bir dənə 120 verilib. Daxilə çəkilmiş bucağın söykəndiyi qövs. Qövs həmişə nə olur? Böyük olur. Neçə dəfə? 2 dəfə. Yəni, qövs neçə oldu? 240. Dairə 360 deyil. 360-ın burası 240-sa nə qaldı? 360-dan 240 çıxın, 120 dərəcə qaldı. Bax, uşaqlar, bura oldu 240. Bura qaldı 120 dərəcə. Sizcə onda təsadüfdən eyni çıxdı. İstəyirsiniz gəlin bir dənə 110 eləyək. Yəni əzbərləməyin də, təsadüfdən eyni çıxması sizi çaşdırmasın. 110-un qarşısındakı qövs uşaqlar 220. Çünki 2 dəfə böyük olur. 110-un qarşısındakı qövs oldu 220. 360-dan 220-ni çıxın 140. Bu bucaq oldu 140. Aha, 140-a söykənən mərkəzi bucaq neçədir? Mərkəzi bucaq elə özü olur. Yəni neçədir? 140. Bildinizmi? Yəni bunu düsturla falan öyrənməyin. Daxili mərkəzi bucaqla öyrənin. Daxili bucaq 110-dursa qövs 220-dir. 360-dan 220-ni çıxın ki, bura 140-dır. 140-dırsa mərkəzi bucağı istəyirsə 140, daxili bucağı istəsəydi 70. Çünki daxili bucaq 2 dəfə kiçik olur. Əzbərləməyin yəni. 20-ci. Aha, bunlar əzbərdir. 2 dənə vətərin arasındakı bucağı soruşanda bu qövslər toplanıb 2-yə bölünür. Yenə deyirəm. 2 dənə vətərin arasındakı bucağı soruşanda qövslər toplanıb yarı bölünür. Vətər. Təkcə vətər deyəndə yarı bölürəm. Amma sizə toxunanda desə, sizə kəsəndə desə, sizə bir toxunan, bir kəsən də desə,
Qalan hamısında çıxıb 2-yə bölürəm. Yadda saxladınızmı? Həmişə də uşaqlar böyük bucaqdan kiçik bucağı çıxırıq. Yəni başqa nəyə çıxacaq ki? Niyə kiçikdən böyük çıxaq? Mənfi ola bilməz. Baxın uşaqlar, 2 dənə toxunan arasındakı bucağı tapanda bu böyük qövsdən bu kiçik qövsü çıxıb 2-yə böləcəm. Burada da bu aradakı bucağı tapanda bu böyük qövsdən bu kiçik qövsü çıxıb 2-yə böləcəm. Burada da bu bucağı tapanda böyük qövsdən kiçik qövsü çıxıb 2-yə böləcəm. Bu qövslərin heç birinin cəmi 180 deyil ha. Yəni diqqətli olun. Fərqli-fərqli orada özü verir. Belə. Yəni digərlərində çıxıb 2-yə bölürəm. Bir dənə vətər soruşanda toplayıb 2-yə bölürəm. Və ən çox düşən suallardan biri. Bəs bir toxunan bir vətər. Baxın, çevrəyə bir toxunan çəkilib. Bir dənə də vətər çəkilib. Toxunanla vətərin arasındakı bucağı tutaq ki, verib 20 dərəcə. Bəs deyir, bu qövs necədir? Yəni, qiyməti neçə olar? Uşaqlar, həmişə demişdim, qövs böyük olur. Yəni, bucaq kiçik olur, qövs böyük olur. Neçə dəfə böyükdür? 2 dəfə. Elə yadda saxlayın ki, uşaqlar, baxın, daxilə çəkilmiş bucağa oxşuyur da. Daxilə çəkilmiş bucaq 20-dirsə, bura baxın, görün. Daxilə çəkilmiş bucaq 20-dirsə, qövs neçə idi? 40. Yəni, diqqətli olun. 20-dirsə, qövs neçədir? 40-dır. Yəni, bucaq qövsünün yarısıdır. Hansı cür yadda saxlayırsınız, saxlayın. Əsas odur ki, bu şəkildən dəhşət çoxlu düşür imtihana. Son 2 dənə də qaydanı deyək, keçək suallara. 14-15-ci qaydanı deyirəm, çünki buna aid bu bölmədə. Uşaqlar, 2 dənə vətər kəsişibsə, bu vətərlərin bölündüyü hissələrin hasilləri bir-birinə bərabərdir. Baxın, birinci vətərin hissələrinin hasili, ikinci vətərin hissələrinin hasilinə nədir? Bərabərdir. Bu 14-cü qayda. Bəs 15-ci qayda 2 dənə toxunanla bağlı hansı xassələri deyə bilərik? İstəyirəm bunu tam yazın. Toxunanla bağlı xassələr çox vacibdir. Toxunan çevrəyə çəkilirsə, uşaqlar, burada kosa papağı yaranır. Baxın, adamın başına sanki papaq qoymuşsunuz. Kosa papağı. Bu toxunan belə maili də çəkilə bilər, dikinə də çəkilə bilər, sağdan, soldan da çəkilə bilər. Hətta bir çevrəyə bütün toxunanları çəkib, üçbucaq şəklində də göstərə bilərsiniz. Yaxşımı? Bunlar hamısı nədir? Toxunandır. Çünki çevrəyə bir nöqtədə toxunur. Və bu toxunanlarla bağlı 4 dənə qayda var. 1, 2, 3, 4. Ən birinci qayda, kosanın papağının dik hissəsindən başa oturan hissəsinin cəmi 180 dərəcədir. Aydındırmı? 180 dərəcədir. İkinci qayda, kosanın papağının düz başından keçən xətt mərkəzdən keçir və tən bölür. Tutaq uşaqlar, bu təpə bucaq 40 dərəcədirsə tən bölür necə eləyir? 20-20. Yəni o keçən xətt nədir? Tən böləndir. Aydındırmı? Məsələn, başqa qayda deyə bilərik, ən vacib qayda, uşaqlar, ən vacib qayda deyirəm. Toxunan sözün görürsünüzsə, orada 90 dərəcəli bir bucaq var. Nə 90 dərəcədir? Radius. Ümumiyyətlə, toxunan gördünüzsə, orada 90 dərəcə var. Radius toxunanla 90 dərəcəli bucaq əmələ gətirir. Baxın, burada düz bucaqlı üç bucaq yaranır. Gəlin, burada da yaradaq. Radius toxunma nöqtəsindən nə yaradır? 90 dərəcə. Sırf toxunmanın nöqtəsindən. Baxın, burada da. Radius toxunma nöqtəsindən nə yaradacaq? 90 dərəcə. Bildinizmi? Radius toxunma nöqtəsindən 90 dərəcəli bucaq əmələ gətirir. Ona görə bu şəkil vacibdir. Radius toxunana perpendikulyardır. Və uşaqlar, siz də kosanın, papağının bir tərəfi balaca. Məsələn, baxın, bu kosanın başıdır. Papağın bir tərəfi belə, bir tərəfi belə uzana bilər. Yox, kosanın papağının sağı da, solu da bir-birinə bərabərdir. Yəni, AB toxunanından AC toxunanı bir-birinə bərabərdir. Məsələn, papağın bir tərəfi 10 cm-dir, o bir tərəfi də 10 cm-dir. Bildinizmi? Yəni, AB bərabərdir AC. Gəlin, bunu bu üçüncü şəklin üstündə qəşəng göstərək. Məsələn, buranı veribsə 7, bu tərəfdə 7-dir. Kosanın papağının bu tərəfi 2-dirsə, onda, baxın, bura baxın, bu tərəfi də 2-dir. Buranı veribsə 4, kosanın papağının bu tərəfi 4-dürsə, bu tərəfi də 4-dür. Aydındırmı? İşte, qayda bu qədər, keçək toplaya baxaq. Aha, baxaq elə birinci sualdan.
Deyir ki, mərkəzi O nöqtəsindədir. AOB 68-dir. Uşaqlar, mərkəzi bucaq 68 isə qırmızı nə göstərim ki, fərqlənsin. Onda bu qövs də 68-dir, düzdür? Mərkəzi bucaq neçədirsə, qövs də odur, 68-dir. İndi gəlin çəkək. Çevrədir, mərkəzi verilib, toxunan verilib və bir dənə vətər verilib. Və biz bu qövsü tapdıq ki, 68-dir. Bizdən də bu bucağı istəyirlər, BAC bucağını. Biz qayda keçdik. Toxunanla vətər arasında qalan bucaq nədir? Qövsün yarısıdır. Yəni 34 dərəcə. Diqqətli olun. Həmişə daxilə çəkilmiş bucağa oxşuyur da. Daxilə çəkilmiş bucaq qövsün nə idi? 68 dərəcəyə qövsdürsə, bu bucaq 68-in yarısıdır. Gözlə görünür. Gözünüzə inanın. Uşaqlar, məsələn, toxunandır, bir dənə də vətərdir. Nə bilim, qövs verilibsə 40. Onda bu bucaq onun yarısıdır da, yəni 20-dir. Bucaq yarısı olur. Bu 40-dırsa, bura 20-dir. İndi bura qövs 68 idisə, bucaq 2 dəfə kiçik olmalıydı, 34 olmalıydı. Üçüncü sual. Deyir, diametri 12 kök 2. Diametr nədir? 2 dənə radius yazıram. 2 dənə radius 12 kök 2-dir. Onda radiusun biri 6 kök 2-dir. Deyir, BAD 45-dir. Uşaqlar, toxunanla vətəri yenə verib 45. Onda qövs nə idi? 2 dəfə böyük, yəni 90 dərəcə. Bildinizmi? Qövs həmişə o bucaqdan 2 dəfə böyük olur, 90 dərəcə. 90 dərəcə sözünü gördünüzsə, niyə 90 dərəcəli mərkəzi bucağı çəkməmisiniz? Aydındırmı? Buralar R radiusdur da və 90 dərəcəli bərabər yanlı üç bucaqda R olanda bura neçə dəfə böyük olur? Kök 2 dəfə. Bu kvadrat qaydasıdır. A olanda A kök 2 və ya düz bucaqlı üç bucaq qaydasıdır. R olanda R kök 2. İndi biz də radiusu tapdıq ki, 6 kök 2-dir. 6 kök 2, 6 kök 2-dirsə, burada kök 2 dəfə böyük olmalıdır. 6 kök 2-dən kök 2 dəfə böyük olmalıdır. Kök 2-ni kök 2-yə vuranda 2 eləyir. 6-nı 2-yə vuranda 12 santimetr eləyir. Yəni AB neçədir? 12 santimetrdir. 5-ci sual, diqqətli olun. Bizə deyir ki, AB çevrənin diametridir, görürük. SM toxunandır, toxunanda görürük. MCA bucağı 70 dərəcədir. 70 dərəcədir. MAC bucağını tapın. Baxın, bu bucağı deyir, tapın. Uşaqlar, bu bucaq x-dırsa daxili bucaq. Onda qövs neçədir? 2x. Uşaqlar, diametr necə bölürdü? 180 dərəcə bölmürdü. 5-ci, burada geniş şəkildə göstərirəm. Diametr 180 dərəcə bölürdü. Bu hissəsi verib 2x. Onda burası 180 çıx 2x-dirmi? Axı, diametr yuxarı 180-dir. Burası 2x-dirsə, burası 180 çıx 2x-dir. Aha, bir toxunan, bir kəsən arasında qalan bucaq düsturu. Baxın. Bir toxunan, bir dənə də kəsən arasında qalan bucaq düsturu. Buranı verib 70, buranı tapdıq 2x, buranı tapdıq 180 çıx 2x. Düsturu yazaq da. Səliqəli qoyun ki, yazaq. Uşaqlar, nə dedik? Bu bucaq nəyə bərabər idi? Fərqinin yarısına. Çöldəki bucağı tapanda nə edirdik? Alfa çıx beta bölü 2. Yəni 180 çıx 2x-dan çıxıram 2x-i bölürəm 2-yə. Kəsir görəndə çarpaz vururam. 180 çıx 4x. 70-i də 2-yə vuranda 140. 180-dən nə çıxanda 140 qalır? 40 dərəcə. Onda x neçə olur? 10 dərəcə. Bizdən görək nəyi istəyir? Bizdən elə MAC bucağını istəyir. Yəni neçə dərəcə? 10 dərəcə. Y variantı. Diqqətli olun. Əsas odur ki, uşaqlar, şəklə baxanda toxunanla kəsəni görməliydiniz. Toxunanla kəsən arasında qalan bucaq düsturda, bax, yenə yazıram. Alfa çıx beta bölü 2-dir. Yəni, qövsləri çıxıb 2-yə bölməlisiniz. O qövsləri də o qaydada tapdıq. Baxaq 9-cu suala. Aha. Deyir, ABD bucağı 140-dır. ABC bucağını tapın. Aha, baxaq. 140-dırsa, sökəndiyi qövs neçədir? 140 dərəcəli bucaqdır, daxilə çəkilmiş bucaqdır. Onda sökəndiyi qövs 2 dəfə böyük, 280-dirmi? Aydındırmı?
Diametr onun 180-ini ayırırmı? 280-in 180-i göylə göstərəcəm. 280-in 180-i bu hissədir. Baba, bu göylə göstərdiyim hissədir. Onda 280-dən 180 çıxın. Bura qaldı mı 100 dərəcə. 100 dərəcənin daxili bucağı ABC-dirmi? Bizdən də elə onu istəyir. 100-ün daxili neçədir? 50. Bir daha baxın uşaqlar. 100 dərəcəli burada balaca bir qövs qalıb. Onun daxili bucağı, 100-ün daxili bucağı neçə olacaq? 50. Cavab oldu 50 dərəcə. Diqqətli olun uşaqlar, cəmi söhbət mərkəzi və daxili bucaqdan gedir. Yəni siz bunları ayırın. Bir də nə? Diametr 180 bölür. Cəmi 3 dənə bucaq qaydası var. Mərkəzi bucaq, daxili bucaq, bir də diametrin ayırdığı 180-180 dərəcəli bucaq. Və ya diametrə söykənən 90 dərəcə ilə də gedə bilərsiniz. Seçim sizindir. Diametrin daxili bucağını 90 da götürə bilərsiniz. Qövsü 180 də götürə bilərsiniz. Sonra 19-cu sual. Uşaqlar, daxili bucaq 60-dırsa, bura neçə dərəcə olacaq? 60 dərəcə. Mərkəzi, bu uşaqlar mərkəzi bucaq. Mərkəzi bucaq 60-dırsa, qövs 60 dərəcədir. Daxili bucaq x-dırsa, qövs 2x-dir. İndi deyir ki, m-in n-ə, yəni yazmışıq 60-ın 2x-a nisbəti görək nə deyir? 3/2-dir. 3/2-dir. Uşaqlar, bərabərin hər tərəfindən eyni olanlar 2-lər gedir. Qalır 60/x bərabərdir 3. 60-ı nəyə böləndə 3 eləyir? 20-yə. Deməli, x neçəymiş? 20. Bizdən elə deyir, x-i tap 20. Sadə suallarda özünüzü qorxudursunuz. 23-cü sual. Çosa papağını görür. Baxan kimi görürsünüzmü? Baxın, adamın başıdır. Bu da çosanın papağıdır. Və deyir, OBA bura 30 dərəcədir. Biz demişdik ki, çosa papağının mərkəzindən keçən bir dənə belə xət. Onu necə bölür? Yarı bölür. Bura 30 dərəcədirsə, bura da 30 dərəcədir. Təm böləndir. Mütləq. Bizdən də ABC bucağını bütöv istəyir. Bütöv B bucağı neçə dərəcədir? 30 ilə 30-u toplayın. 60 dərəcə. Sonra baxaq. 30-cu sual. Diqqətli olun. AOC bucağı 2K-dır. Bura 2K-dır. ABC bucağı 5K-dır. BAO bucağını tapın. Bu solda verilən bucağı bizdən istəyir. Gəlin baxaq. Yenə uşaqlar, cəmi 3 dənə bucağımız var. Mərkəzi bucaq 2K-dırsa, bu qövs 2K-dırmı? Mərkəzi bucaq nədirsə odur. Daxili bucaq, yəni qırağa söykənmiş bucaq 5K-dırsa, bura onda neçə K-dır? Görün nə boydadır o. 2 dəfə böyük 10K. İndi yazıram. 10K ilə 2K neçə eləyir? 12K. 12K 360 dərəcədirsə, onda K-nın biri neçə dərəcədir? 30 dərəcədir. K 30 dərəcədirsə, gəlin çevrənin içini yenidən quraq. Uşaqlar, mərkəzi bucaq belə bir şey verib bizə. Bura 2K-dır, yəni 2 vur 30, 60-dır. Bura 5K-dır, yəni 5 vur 30, 150-dir. Uşaqlar, bizə deyir ki, AB BC-yə bərabərdir. Baba, bu iki hissə bir-birinə bərabərdir. Sağda göstərirəm. Bu iki hissəni bizə bərabər verir. Uşaqlar, bunların da radius olduğunu bilirəm. Yəni, bunların da bərabər olduğunu özüm görürəm. Bərabər yanlı üçbucaq yaratmaq üçün ortadan xətt çəkirəm ki, 2 dənə bərabər yanlı üçbucaq əmələ gəlsin. 180-dən 60-ı çıxıram, 120 qalır. 120-ni 2-dən yerə bölürəm, 60-60. Aşağıdakı üçbucağa keçirəm. 180-dən 150-ni çıxıram, 30 qalır. 30-u 2-dən yerə bölürəm, 15-15. Bərabər yanlı olduğunu verdiyinə görə. Uşaqlar, bizdən də bu sol bucağı istəyir də. 60 ilə 15-i toplayın, görün bu sol bucaq neçə elədi? 75 dərəcə. Diqqətli olun, sadə sualdır. Mərkəzi daxili bucaqdan söhbət gedir. Başqa bucaq görəndə çevrədə başqa heç bir bucaq yoxdur. 3 dənə bucaq var. Mərkəzi bucaq, daxili bucaq və diametrə söykənən bucaq və ya diametrin böldüyü 180-180 bucaq. 33-cü sual. Qəşəng sualdır. Deyək ki, KB toxudandı görürük. AC vətərdir, vətərinin 10 sm olduğunu deyir verib. KBC bucağı, KBC bucağının BA təm böləni. Təm böləndirsə, alfa x yazaq mı? İstəyirsiniz x yazın, istəyirsiniz alfa yazın. Deyir, BA təm bölüb, yəni x yazdım. Sərgəli göstərmək üçün. Aha. Belə. X bölüb. İndi uşaqlar, toxunanla vətər sağda göstərirəm. Ümumiyyətlə, toxunanla vətər sözünü gördünüzsə, o qaydanı bilin də, ulduzlamışdıq.
toxunan verilib, bir dənə də vətər verilib. Arasındakı bucaq x-dırsa qövs neçə idi? 2 dəfə böyük idi. Yəni neçə idi? 2x. Bura 2x yazmaq ağlınıza gəlməli idi. Yaxşımı? Onda 2x-a, bu 2x-a söykənən bu daxili bucaq neçə olacaq? Daxili bucaq həmişə nə idi? Yarısıdır. Baxın, 2x-a söykənən daxili bucaq x olacaq. Bura oldu x. Daxili bucaqdır çünki. İndi uzaqdan baxırsınız. X görürsünüzsə necədir? Bərabər, yanlıdır. Yan bucaqları bərabərdir. Yan bucaqlar bərabərdirsə, yan tərəflər də bərabər olmalıdır. Yəni, bu yan tərəf 10-dursa, bu biri yan tərəfdə neçə olmalıydı? 10. Bizdən də onsuz elə BA-nı soruşur. Baxın, BA neçə oldu? 10. Bildinizmi? Bərabər yanlı alındığına görə bura 10-dursa, bura da 10-dur. Cavab oldu 10. Sonra baxaq. 43. Yenə BPD bu təpə bucağını verib 40. AMC qövsünü verib 60. BND qövsünü istəyir x. Biz demişdik ki, bu sadə sualdır. Niyə baxdıq bilmirəm. Kəsənin arasında qalan bucaq nəyə bərabər idi? Bu qövslərin fərqinin yarısına. X-dan 60-ı çıxıb 2-yə böləcəm də. Hamısında uşaqlar. Bu kənardakı çöldəki bucağı tapanda çıxıb 2-yə bölürəm. Kəsir görəndə çarpaz vururam. X çıx 60 bərabərdir. 40 vur 2, yəni 80-ə. X neçə oldu? 140. 140 dərəcəymiş. Sonra baxın 50-53 həqiqətən imtahan tipində sualdır. Diqqətli olun. Yəni imtahana bu tipdə düşür. Yəni çünki sizin bacarığınızı yoxlamaq üçün sizin sistem tənlik qurma bacarığınızı, çevrəni bölmə bacarığınızı yoxlayırlar. COD bucağı, yəni bu bucaq deyir 80-dir. Mərkəzi bucaq 80-dirsə, bu qövs də 80-dirmi? Bilməliydiniz. BAC bucağı, BAC, bu çöldəki bucağı verib 10. Çöldəki bucağı verib 10. YOD bucağını istəyir. Burada deyək alfa və ya x. Nə istəyirsiniz? Alfa deyək. Buranı da alfa deyək. Onda bura alfadırsa, mərkəzi bucaqdırsa, burada alfadır. Çünki bu 80-i mərkəzi bucaq olaraq köçürdüksə, alfanı da köçürük. Onda burada beta deyək, buranı da beta köçürək. İndi baxın, sağ tərəfdə izah edirəm. Uşaqlar, diametr demədim, 180 dərəcə bölür. Baxın, bura 80-dir, bura alfadır, bura betadır. Cəmi 180 olmalı deyil. Onda alfa ilə beta 100 dərəcədirmi? Cəmi 180 olmalıdır. 180-dən 80 çıxıram, alfa ilə betanın cəmi oldu 100. Sonra uşaqlar, qırmızı ilə göstərəcəm. Bu 2 dənə kəsənin arasındakı bucaq deyil. 2 dənə kəsənin arasındakı bucaq. Qövsləri çıxıb 2-yə bölməli deyiləm. Baxın, dairəni burada təzədən çəkim. Uşaqlar, yəni bu 10-u tapanda neyniyəcəm? Bu 2 dənə qövsü çıxıb 2-yə böləcəm. Təbii ki, böyük qövsdən kiçik qövsü çıxıram. Betadan alfanı çıxıram, bölürəm 2-yə. Kəsir görəndə yenə çarpaz vururam. Beta çıx alfa bərabərdir. 2 vur 10, yəni 20 yazıram. Beta çıx alfa bərabərdir 20. Uşaqlar, toplananların yerini həmişə dəyişə bilərəm. Həmişə. Aha, sistem tənlik görürəmsə alt-alta toplayıram. Əks ədədlərin cəmi 0-dır. Əks ədədlərin cəmi həmişə 0-dır. 2 dənə beta olur 120. 2 dənə beta 120-dirsə, betanın biri neçədir? 60. Betanın biri 60-dır. 60-ın üstünə nə gələndə 100 eləyir? 40. Beta 60-dır, alfa da 40-dır. Bizdən YOD-ni istəyir. Qırmızı ilə bax göstərirəm. Uşaqlar, YOD nədir? Alfa. Alfanı istəyir. Alfa neçədir? Bizdə 40. Belə, diqqətli olun. Yəni, bir də sistem tənlik qurmaq deyil. Əslində, çox-çox işləsəz rahat olacaq. Diametr 180 bölürsə, cəmi 100-dür. Nəyin fərqinin yarısı 10-dur? 20-nin. Fərqi də 20-dir. Cəmi 100, fərqi 20. Sistem tənliyi əldə edirsiniz, cavab öz-özündən çıxır. Məsələn, 53 də belədir. Gəlin, baxaq. Deyir ki, O mərkəzli çevrəyə AM və A-ın toxunanlar çəkilib. MOA, uşaqlar, toxunan çəkilib. Toxunma nöqtələrini qeyd edirəm. MOA, buna alfa deyim. MAO, buna da beta deyim. Deyir, alfa çıx beta. Baxın, yazıram 53-də. Alfa çıx beta. Deyir, 10-dur. MB-ni tapın. Bu bucağı istəyir. Buna da bir dənə x deyək. Bu x-i bizdən istəyir. Uşaqlar, mərkəzdən qırağa qədər olan məsafə radius deyil. Radius toxunana necə idi? Perpendikulyar, yəni 90 dərəcə.
Uşaqlar, düz bucaqlı üç bucaqda iti bucaqların cəmi neçədir? 90. Bütün düz bucaqlı üç bucaqlarda iti bucaqların cəmi neçə olur? 90 olur. Yazıram ki, alfa ilə də betanın cəmi 90-dır. Yenə sistem tənlik. Fərqi 10-dur, cəmi də 90-dır da. Yenə toplayın. Əks ədədlərin cəmi 0 eləyir. 2 dənə alfa 100 eləyir. Onda alfanın biri neçədir? 50-dir. Gətirib qoyuram yerinə. 50 çıxılsın beta bərabərdir. Bildiniz də, bura 50 qoyuram. 50 çıxılsın beta bərabərdir 10. Beta neçədir? 40-dır. İndi bizə soruşur ki, alfanı uşaqlar 50 tapmışıq. Gəlin yazaq 50. Demişdim, kosanın papağının mərkəzindən keçən xətt tən bölür. Tən bölə-bölə də gəlir də. Burası 50-dir, uşaqlar, burası da 50-dir. Onda mərkəzi bucağı tapdıq ki, 100. Gəlin o çevrəni burada təzədən çəkim. Bu bucaq 100-dürsə, uşaqlar, qövs də 100 deyil ki, qövs də 100-dür də. Və bizdən B bucağını istəyir. B bucağı hara çəkilib? Daxilə. Daxilə çəkilmiş bucaq nə idi? Yarısıdır. Bura 100-dürsə, 100-ün yarısı neçədir? 50. Bildinizmi? Daxilə çəkilmiş bucaq yarısıdır. Yəni, qövs 100-dürsə, bura onun yarısı da 50-dir. Baxaq 56-ya. Qəşəng sual idi. Deyir ki, DNB 90-dır uşaqlar. Bunu bayaq belə bir şey demişdim. Ümumiyyətlə 90 dərəcəli qövs görən kimi, bax çox diqqətli olun. 90 dərəcəli mərkəzi bucağı çəkməlisiniz. Qaydadır. 90 dərəcəli qövs görən kimi 90 dərəcəli daxili bucağı çəkirsiniz. İndi burada özləri qəsdən əyri veriblər ki, ağlınıza gəlməsin. Bu amma 90 dərəcədir. Gözlüyünü çəkəcəm. Çünki n deyir 90 dərəcədirsə, siz burada 90 dərəcəli mərkəzi bucaq çəkməlisiniz. Və bu bucağa 90 deməlisiniz. Bu bucaq 90-dırsa, sizcə qonşusu da 90-dır. Yəni, burada 90-dır. Sonra DN buranı 90 verib, buranı 30 verib. Uşaqlar, baxın, elə sol tərəfdə göstərirəm. Bura 90, bura 30-dursa, vətərlərin arasındakı bucağı tapanda toplayıb 2-yə bölürdüm. 90 ilə 30-u toplayın, 2-yə bölün. 120-ni 2-yə bölün, 60 dərəcə. Uşaqlar, bildiniz, bura 60 dərəcədir. Aha. 90, 60-dırsa, bura nə oldu? 30. Buralar da eyni qaydadadır. İndi gəlin yazaq da, verilən uzunluqları yazaq. OK-nı verib 4. Buranı verib 4. 30 dərəcəli bucaq qarşısında duran katet 4-dürsə, onda bura neçədir? 2 dəfə böyük, 8. Onda 60-ın qabağındakı neçədir? Kök 3 dəfə böyük. Bizdən AK-nı istəyir. Mərkəzdən vətərə endirilmiş perpendikulyar qaydasını yazaq da. Yazaq və ya daha rahat da gedə bilərdik. Daha rahat da görünür. Daha rahat da görünür, amma elə bununla gedək. Uşaqlar, mərkəz nöqtəni görürəm, vətəri görürəm. Mərkəzdən vətərə perpendikulyar çəkirəm. Buradan bir dənə də 90, 60, 30 yaradıram. 90-ı görürük, 30-u görürük, onda bura 60-dır. 90-ı görürəm, 60-ı görürəm, onda burada 30-dur. Gəlin, biraz xırdalayaq. Uşaqlar, göylə göstərim ki, çox qarışıqlıq oldu. Baxın, 30-un qarşısındakı katet nə olacaq? 4-ün yarısı, bura 4-dür. 4-ün yarısı neçə olacaq? 2. İndi baxın, KB bütövlükdə 8 idi. Sol tərəfi 2-dirsə, sağ tərəfinə nə qaldı? Baxın, uşaqlar, 8-in ümumi KB 8-dir. Burası 2 idisə, bura qaldı 6. Biz də bilirik ki, mərkəzdən vətərə endirilmiş perpendikulyar onu yarı bölür. İstəyirsiniz burada bir dənə çəkim, çünki oraları çox qarışıqlıq oldu. Baxın, belə bir şəkil aldıq, belə bir şəkil aldıq. Buranı tapdıq 2, cəmi də 8 idi. Burası 2-dirsə, bura oldu 6. Axı bu perpendikulyar yarı bölmürdü. Onda uşaqlar, bura 6-dırsa, perpendikulyar da bu. Sağ tərəfi 6-dırsa, sol tərəf də 6 olmalıdır da. 6-nın burası 2-dirsə, bura nə qaldı? 4. Yəni, bura 4-dür. Bizdən də AK-nı istəyir 4. Diqqətli olun. Təbii ki, müxtəlif yollarla həll edə bilərdiniz.
ağlıma hazırda bu gəldiyi üçün bunu dedim. 60-ın qonşusu 120-dir. 4 kök 3, 4, 4, 4 kök 3. O qayda ilə də gedə bilərdiniz. Gəlin elə o qaydanı da deyim. Daha rahatdır. Daha rahat görünür. Baxın. Bu elə bir isbat kimi getdi, daha uzundan getdi. 90-dan 30-u dedik ya, uşaqlar ortası neçədir? 60. 60-ın qonşusu 120. Biz dedik 90 dərəcədirsə 90 dərəcəli xətt çəkilməlidir. Burada 90-dırsa qonşuda 90-dır, 30-dur. OK-nı vermişdi 4. OK-nı vermişdi 4. 30-un qarşısındakı katet betonuzun yarısıdır. Bura 8, bura kök 3 dəfə böyükdür, 4 kök 3. Uşaqlar, radiusun biri 4 kök 3-dürsə, o birisi də 4 kök 3-dürmü? Yəni, radiuslar 4 kök 3-dür. İndi 120-dir, baxın. Baba, qırmızıladığım yeri burada çəkəcəm. Qırmızıladığım yeri çəkirəm. Bura 120 dərəcədir, bura 4-dür, bura 4 kök 3-dür. Biz nə demişdik? Yalnız bərabər yanlı üçbucaqda x olanda bura kök 3 dəfə böyük olur. Bildiniz? İndi 4-dür, bura 4 kök 3. Son da bərabər yanlıdır da. Deməli, burada neçəymiş? 4-üymüş. Oradan buranın da çox qısa ilə 4 olduğunu tapa bilərdiniz. Anladınız mı? Yəni 120 dərəcə bucaq qaydası. 120 dərəcə görürsə x kök 3. Yəni buranı 4 vermişdisə, onda burada 4 olmalıydı. Belə, bu daha qısaydı. 57. 57 də şəkli qəlbə verib sizi qorxutmaq istəyir. Deyir ki, çevrələr B nöqtəsində bir-birinə toxunurlar. Yəni demək istəyir ki, bu toxunandır. Toxunma nöqtəsidir, bu da toxunma nöqtəsidir, bu da toxunma nöqtəsidir. Mən Kosa babaqlarını görürəm. Kosa babağının biri budur. Deyir, BD 6-dır. Kosa babağının bir tərəfi 6-dırsa, o bir tərəfdə 6 deyil ki. Demişdik, əyri ola bilməz. Babağın ikisi də 6-dır. İndi bu biri çevrənin Kosa babağını çəkirəm. Bununla bu. Burası 6-dırsa, onda burada 6-dır mı? Sizə də deyək ki, çevrələrin toxunma nöqtələri arasındakı məsafəni tap. Ortaq toxunanının, yəni AC-də ortaq toxunanının A ilə C-nin arasındakı məsafə, yəni 6 ilə 6-nı toplayın, 12 sm. Şəkli qəlbə verib çaşasız, sadə sual idi. 12 sm. 65. Gəlin baxaq. Burada da şəkildə diqqətlə özünüz çəkməlisiniz. O şəkildən heç nə başa düşə bilməzsiniz. Özünüz çəkəndə baxın. Belə bir bucaq verib, bir də yenə belə bir bucaq verib. Görək biz nə görürük? Nəsə baxanda görünür, amma hələ bir görək. ABO 60 dərəcədir. Biz 65 yazırıq. ABO 60 dərəcə. Bura yazıram 60 dərəcə. Bir də ACO verilib 30 dərəcə. O MC-ni istəyir. Baba, bu bucağı da istəyir bizdən. Aha, təbii ki, bunun da çoxlu yolu var, amma biz hazırda şəkildə nə görürük? Daxili bucaqlar. Daxili bucaqla gedirik. 30 dərəcədə bu mərkəzdən keçirdi, özü verib. Bu bucağı uzadanda 30-un qarşısında duran qövs neçə olur? 60. Çünki daxili bucaqça qabağındakı duran qövs 60 dərəcədir. Bu da daxili bucaqdır. Daxili bucağı uzadıram. Daxili bucağın qabağındakı qövs yenə 120 dərəcə olur. Axı 2 dəfə böyük olmalıdır 120. 120-nin burası 60-dırsa, 120-dən 60-a çıxıram, bura olur 60 dərəcə. 60-ın mərkəzi bucağı neçə olacaq? 60. Qarşı bucaqlardır. Burası da 60. 60 ilə 30-dursa, bu üçüncü bucağı tapanda 180-dən çıxıram. 180-dən bu 90-ı çıxın, nə qalır? 90. Bildinizmi? Orada üç bucağı alırsınız. Yəni həmişə baba bu üç bucağın bütün bucaqları tapılmalıdır. Burada da elə gedir. Üç bucağın bütün bucaqlarını tapmağa çalışırsınız. 30-u verib digər bucaqları da ora köçürürsünüz. 60 ilə 30-dursa, 180-dən həmin o 60 ilə 30-un cəmini 90-ı çıxırsınız, qalır 90 dərəcə. Təbii ki, müxtəlif yollar var. Həmin an ağlınıza nə gəlsə onu yazırsınız. Onsuz ya mərkəzi, ya daxili, ya da diametr. 3 dənə bucaq qaydası var. Başqa heç bir bucaq qaydası yoxdur. Sonra baxaq nəyə? Baxaq sizlə 82-yə və ya 83-ə. Heç bir fərqi yoxdur. Uşaqlar, bərabər sözün
işarəsini görürsünüzsə toxunur. Çevrələr toxunur. Uşaqlar, çevrələr xaricdən toxunursa O1, O2 radiusların cəminə bərabərdir. Ümumiyyətlə, yadda saxlayın. Xaricdən toxunursa cəminə bərabərdir. Çevrələr daxildən toxunursa fərqinə bərabərdir. İndi görək nə deyir? Cəm deyirsə, demək ki, xaricdən toxunur. Demək ki, 1-ə nə gedir? B. 1-ə gedir B. Uşaqlar, ümumiyyətlə, çevrələr toxunmayanda böyük və ya kiçik olur. Gəlin deyək, çevrələr toxunmayanda böyük və ya kiçik olur. Burada yazı üslubunda səhv var, uşaqlar. 82-də də, 83-də də sualın şərtində yanlışlıq var. Fərqindən böyük. Gəlin bir dənə də baxaq. Görüm. Əslində düzdür uşaqlar. O1, O2 fərqindən, düzdür uşaqlar. Düzdür. Biz həmişə O1, O2 nəzərdə tuturuq axı. O1, O2. Düzdür. Ümumiyyətlə, böyük kiçik olursa nə edir? Toxunmur və çıxmadırsa daxildən toxunmur. Uşaqlar, baxın, daxildən toxunmur. Ortaq nöqtəsi yoxdursa toxunmur. Daxildən toxunmur. 2-yə gedir A, 1-ə gedir B, 2-yə gedir A. Ümumiyyətlə, ortaq bir şey verirsə, nə vaxt nəyinsə ortaq bir şey olur? Kəsişəndə. Çevrələr kəsişəndə ortaqlıq deyirik. Yəni, deyirik O1, O2 cəmindən kiçik, fərqindən böyük olur. Aydındırmı? Belə. Yəni, bu da kəsişəndə. Birinci halda toxunur, bərabərdirsə toxunur, böyük və ya kiçikdirsə toxunmur. Ümumiyyətlə, ortaqdırsa deməli kəsişir. Kəsişir variantı görün hardadır? C variantı. 1-ə B, 2-ə A, 3-ə C. Diqqətli olun. 89 və 91. OA deyir ki, 2K-dır. Buraya yazıram 2K. AB deyir 3K-dır. Gəlin onda konsentrik çevrələri bir dənə beynimizdə təsəvvür edək. Balacanın radiusu neçə oldu? 2K oldu. Böyük çevrənin radiusu uşaqlar mərkəzdən böyüyə qədər, qırağa qədər məsafə. 2K ilə 3K-nı toplayın, 5K. Çaşmayın, 3K deyil, 5K-dır. Balaca çevrənin radiusu 2K-dır, böyük çevrənin radiusu 5K-dır. Bizə deyir ki, bu qövslərin uzunluqlarının cəmi 42-dirsə, böyük qövsün uzunluğunu tapın. Uşaqlar, qövsün uzunluğu 89 yazıram. Uzunluq düsturunu yazım. Pi r alfa böl 180 dərəcə. Pi ümumiyyətlə sabit irrasional ədəddir. Radiuslar həqiqətən fərqlidir. Alfa mərkəzi bucaq. Uşaqlar, ikisi də eyni mərkəzi bucağa söykənməyib. Yəni, mərkəzi bucaqlar da eynidir. 180 dərəcədə sabit ədəddir. Yəni, mən bu qövslər arasındakı fərqi ancaq nədə görürəm? Radiusda. Yəni, ona görə radiuslar arasında mütənasiblik quracam. Kiçiyin radiusu 2K-dır. Ona görə uzunluğu da 2K nisbətdədir. Böyüyün radiusu 5K-dır. Ona görə uzunluğu da 5K nisbətdədir. Cəmi 42 santimetrdir. 7K nisbətində olan bir şey 42-dirsə, K-nın biri neçədir? 6-dır. Onda kiçik çevrənin radiusuna görə uzunluğu 12 nisbətdədir. O birisi də 5K-dırsa, 5 vur 6, 30. Bizdən görək hansını istəyir? Kiçik qövsümü istəyir, yoxsa böyük qövsümü istəyir? Uşaqlar, bildinizdə kiçiklə böyüyün cəmini verib 42. Biz də tapdıq ki, kiçik 12-dir, böyük 30-dur. Bizdə BN-dir. Baxın, qırmızı ilə göstərirəm. Böyük qövsü istəyir. Böyük qövsü istədiyinə görə böyük cavabı götürürük 30. Anladınızmı? Sadəcə yəni 2K ilə 5K nisbətində bölürük və böyük istədiyinə görə 5K-nı cavab götürürük. 91-ci sual. Dəzgahın qolları diametri AB olan yarım dairə üzərindədir. Ümumiyyətlə, yarım dairə diametr üzərində qurulub. Diametrə söykənən bucaq 90 dərəcə. Düz bucaqlı üç bucağın iti bucaqlarının cəmi 90 dərəcə. Deyir, AK və BK qollarının uzunluqları dəyişə bilər.
Çünki uşaqlar K nöqtəsindən bərkidilib fırlanır da. Bu zaman K nöqtəsi yarımdairə üzrə hərəkət edir. Baxın, bir nəsə asılıb belə sola, sağa fırlanır. Ona görə deyir alfa ilə beta bucağı dəyişir. Deyir, əgər alfa bucağı 30 ilə 45-in arasında dəyişərsə, beta bucağı nə ilə nəyin arasında dəyişər? İncə dedik uşaqlar. Alfa ilə betanın cəmi neçədir? 90 dərəcədir. Alfa deyir 30 ilə 45-in arasında dəyişir. Bir dəqiqə. 30-un üstünə nə gəlsəm 90 eləyər? 60 dərəcə. 45-in üstünə nə gəlsəm 90 dərəcə eləyər? 45 dərəcə. Deməli, beta bucağı nə ilə nəyin arasında dəyişir? 60 ilə 45-in. Biz də bilirik ki, aralığı necə yazırıq? Birinci kiçik qiymət yazmalıyam, sonra böyük. Yəni, beta bucağımız 45 dərəcədən 60 dərəcəyə qədər qiymət ala bilər. Bu qiymətlərin özünü də alır, deyir, hansı aralıqda dəyişir? 45 dərəcə ilə 60 dərəcənin arasında dəyişir. Yaxşımı? Cavab olur 45 və 60. Bu qədər, uğurlar. Diqqətli olsanız yaza bilərsiniz. Cəmi çox 3 dənə bucaq qaydası var.